İngilis dilində çox adam bu iki zaman formasını qarışdırır. Present perfect və past perfect. Ola bilsin siz də belə demisiniz. I have finished yesterday və yaxud I had finished deyib tərəddüd etmisiniz. Bu çox normaldır. Çünki bu iki zamanın düzəlmə forması bir-birinə çox bənzəyir. Amma aralarındakı fərq sadədir. Sadəcə olaraq düzgün başa düşmək lazımdır. Gəlin addım-addım bunlara baxaq. Əvvəlcə present perfect zamanından başlayaq. Bu zaman forması keçmişdə baş vermiş, nəticəsi göz qabağında olan hərəkətləri bildirmək üçün istifadə olunur. Məsələn, I have lost my phone. Yəni, mən telefonumu itirmişəm və hal-hazırda onu tapa bilmirəm. Burada əsas məsələ nəticədir, hərəkət deyil. Bu zaman forması həm də bitməmiş bir zaman ərzində bitmiş hərəkətləri bildirmək üçün də istifadə olunur. Onda this week, this year, today kimi zaman zərflərindən istifadə olunur. Məsələn, I have bought a new car this week. Hələ həftə bitməyib, amma mənim etdiyim hərəkət bitmiş hərəkət hesab olunur. Bu zamanın düzəlmə forması belədir. Have, has, üstəgəl participle to. Əgər feil qaydalı feildirsə, o zaman onun participle to forması feilin sonuna id artırılmaqla düzəlir. Əgər feil qaydasızdırsa, o zaman qaydasız feillər siyahısında feilin üçüncü formasını öyrənmək vacibdir. Sual formasını düzəltmək üçün have-has'i mübtədadan əvvələ keçirmək kifayətdir. İnkarda isə have-has'dən sonra not hissəciyi artırılır. Məsələn, have you worked? You haven't worked. Zaman formasında işlənən bir sıra zaman zərfləri mövcuddur. Həmin zaman zərfləri bunlardır. Just, already, never, ever, since, yet, for və s. Bu zaman formasından danışmışkən onu da xüsusilə vurğulamaq istəyirəm ki, when və what time sual sözləri ilə biz present perfect zaman formasını işlədə bilmərik. I have bought a new car today. Gəlin bu cümlədə zaman zərfinə sual verək. When did you buy a new car? Biz bu sualı belə deyə bilmərik. When have you bought a new car? Bu tamamilə səhvdir. İndi isə keçək past perfect-ə. Bu zaman keçmişdə baş vermiş iki hərəkətdən birinin digərindən daha əvvəl baş verdiyini bildirmək üçün istifadə olunur. Daha əvvəl baş vermiş hərəkət past perfect-də, digər hərəkət isə past simple-da istifadə olunmalıdır. Yəni bu cümlədə olduğu kimi I had finished my work before he came home. Burada gördüyünüz kimi bu cümlədə iki hərəkət var. Mənim işi bitirməyim və onun evə gəlməyi. Mənim işi bitirməyim onun evə gəlməyindən daha əvvəl baş verdiyi üçün bu hərəkət past perfect-də istifadə olunur. Digər hərəkət isə past simple-da işlənir. Mənim zamanın düzəlmə forması ilə tanış olaq. Had üstəgəl participle to. Sual formasını düzəltmək üçün had mübtədadan əvvələ keçir. İnkarında isə həddən sonra not hissəciyi əlavə olunur. Məsələn, had you finished your work? You hadn't finished your work. Bu zamanın zaman zərfləri bunlardır. Before, after, already, by the end of, by March, by Sunday və s. Sizcə, ekranda gördüyünüz bu cümlədə hansı variant doğrudur? Fikirlərinizi rəy bölməsində yazmağı unutmayın. Ümid edirəm və inanıram ki, bugünkü mövzu hər biriniz üçün maraqlı oldu. Əgər videonu bəyəndinizsə, like etməyi və kanalıma abunə olmağı unutmayın. Növbəti videoda görüşərik. Əvvəlcə present simple nədir?